saxlayıram. Siz, bəli, hazırda bizi dinləyən və öyrənməyə həvəsli olan dəyərli dinləyicimiz, bugünkü təhlilimizdə həyatınızın ən böyük maliyyə qərarı ilə bağlı çox həlledici bir müzakirənin mərkəzindəsiniz. Xoş gəlmişsiniz. Sizi bu otaqdakı üçüncü şəxs kimi masamıza dəvət edirik. Bizim bugünkü araşdırmamızın missiyası çox dəqiqdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, yəni el arasında kupça dediyimiz o sistem, kağızdan rəqəmsal dünyaya necə keçdi? Elektron çıxarış əslində nədir? Və bu mürəkkəb labirintdə deməli bizim bələdçimiz və əsas mənbəyimiz əmlak və kommersiya hüququ üzrə ixtisaslaşmış vəkil Anar Məmmədovun hazırladığı hüquqi təhlil sənədləri olacaq. Aha, çox vacib sənədlərdir. Bəli, onun araşdırmaları bizə təkcə qanunun quru mətnini yox, həm də bu qaydaların real həyatda necə işlədiyini göstərir. Məsələ buna görə də, yəni bu mənbələr üzərindən getmək çox faydalıdır. Çünki o vəkil kimi hər gün bu problemlərlə boğuşan vətəndaşların işlərinə baxır. Onun təhlilində biz sistemin sadəcə necə qurulduğunu yox, Arxasındakı məntiqi də görəcəyik, düzdür? Hər bir qanun keçmişdə yaşanmış hansısa problemin həlli kimi yaranıb. Yaxşı. Gəlin bunu biraz açaq. Prosesin o qəliz detallarına girməzdən əvvəl istəyirəm anlayaq ki, ümumiyyətlə niyə bizə bu rəqəmsal inqilab lazım oldu? Nə baş verdi ki, 10 illərlə işləyən o kağız sənədlər tarixə qovuşdu? Bunun təməlində əslində dövlətin təhlükəsizlik anlayışının dəyişməsi dayanır. Baxın, əvvəllər mülkiyyət hüququnun toxunulmazlığını kağız sübut edirdi, amma kağızın çox böyük bir problemi var. Yana bilər. Yana bilər, bəli, o fiziki obyekti, onu saxtalaşdırmaq, rüşvətlə yenisini çap etdirmək və ya sadəcə itirmək mümkündür. Dövlət anladı ki, vətəndaşın mülkiyyətini qorumaq üçün etibarlılıq vətəndaşın seyfində yox, dövlətin özünün idarə etdiyi, kənardan müdaxiləsi, yəni qeyri-mümkün olan vahid reyestrdə olmalıdır. Keçdik. Amma burada çox vacib bir nüans var. Çoxları elə bilir ki, elektron çıxarış sadəcə köhnə kupçanın, belə deyə, skan edilmiş bir PDF versiyasıdır. Hə, mən də elə düşünürdüm əslində. Xeyr, bu tamamilə fərqli bir fəlsəfədir. Bu, vətəndaşla məmur arasındakı təması, otaqlarda gözləməyi və dolayısıyla korrupsiyanı minimuma endirən sistemdir. Əsas alət isə sənədin üzərindəki o QR koddur. Baxın, elə burada məsələ biraz qəlizləşir mənim üçün. Sistemin necə işlədiyinə baxıram və ortada sadəcə bir QR kod var. Mən bunu necə qavrayım? Məsələn, köhnə kağız kupçanı evdə saxlamaq, pulu döşəyin altında saxlamaq kimi idi. Təhlükəli idi, amma ən azından gözümün qabağındaydı. Toxuna bilirdim. Düzdür, psixoloji bir rahatlıq var idi. İndi isə o mobil banking tətbiqimdəki rəqəmlər kimidir. Amma gəlin reallıqla üzləşək. Bizim insanlar, o cümlədən də mən, gözü ilə görmədiyi şeyə çətin inanır. Yəni, mən o QR kodu adi bir printerdə də çap edə bilərəm. Hər hansı bir kafedə kofe stəkanının üzərində də QR kod var. Əgər hər şey sadəcə bu qara-ağ koddan ibarətdirsə, mən öz yarım milyonluq evimin mülkiyyətinə necə tam əmin ola bilərəm? Bilirsiniz, burada ən heyran edici məqam odur ki, QR kod öz-özlüyündə bir mülkiyyət sənədi deyil. Deyil. Xeyr. QR kod sadəcə bir açardır. Əsl qoruyucu və zəmanətçi sizin əlinizdəki o kağız və ya ekran deyil, o kodun sizi apardığı dövlətin rəqəmsal məlumat bazasıdır. Anar bəyin sənədlərində bu etibar zənciri adlanır. Etibar zənciri, aha. Bəli. Əvvəllər kağızın saxta olub-olmadığını yoxlamaq üçün aylarla davam edən ekspertizalar lazım olurdu. İndi isə notarius alıcı və ya bank sizin təqdim etdiyiniz QR kodu e-Emlak portalında oxutduğu an saniyələr içində birbaşa dövlətin serverinə bağlanır. Və məlumatlar oradan gəlir. Tamamilə. Server deyir ki, bəli, mən bu kodu tanıyıram, bu ev filan kəsə məxsusdur, üzərində həbs və ya ipoteka yoxdur. Yəni, zəmanəti verən kağız yox, birbaşa dövlət orqanının anlıq cavabıdır. Aydındır. Yəni, biz inancımızı o möhürlü kağızdan alıb, sistemin arxasında dayanan dövlət zəmanətinə köçürürük. Sistemi başa düşdük. Bəs gəlin indi praktiki tərəfə keçək. Bu sistemə necə daxil oluruq? Ən populyar variant nədir? Təbii ki, şəhərin hər tərəfində göbələk kimi çoxalan MTK-lar, yəni yeni tikili binalar. Ən problemli sahələrdən biri. Dəqiq, vəkil Anar Məmmədovun təhlilinə görə MTK-dan ev alıb çıxarış əldə etmək üçün hansı maneələri aşmalıyıq?
Qanunvericiliyin 806 maddəsi var. Bu maddə MTK mənzilləri üçün sanki kiçik bir konstitusiyadır. Bizim qarşımıza 3 əsas şərt qoyulur. 3 şərt. Bəli. Birincisi, MTK-nın ümumi yığıncağının rəsmi qərarı olmalıdır. Yəni, mənzilin konkret olaraq sizə verildiyini təsdiqləyən sənəd. İkincisi və ən həlledicisi, pay haqqının tam 100% ödənilməsi barədə arayış. Qanun deyir ki, mülkiyyət hüququ məhz sizin o sonuncu qəpiyi ödədiyiniz an yaranır. Üçüncüsü də sizin şəxsiyyət vəsiqənizdir. Səslənəndə çox sadə görünür. Görünür, amma ən böyük amma burada gəlir. Binanın bütövlükdə istismara qəbul aktı olmalıdır. O akt yoxdursa, sizin ödənişiniz də, qərarınız da reyestrdə qeydiyyata alınmayacaq. Baxın, burada məsələ həqiqətən də maraqlı olur. Çünki bu məqam mənim heç cürə məntiqimə sığmır. Təsəvvür edin, mən getmişəm o MTK-ya, ödənişi qəpiyinə qədər tam etmişəm, maliyyə arayışım var. Amma MTK-nın rəhbərliyi, nə bilim, həyəti asfaltlamayıb deyə dövlət binanı istismara qəbul etmir. Niyə mən cəza çəkirəm? Yəni, Bu bilirsiniz nəyə bənzəyir? Təyyarəyə bilet alıb pulunu tam ödəməyə, amma pilotun uçuş lisenziyası olmadığı üçün təyyarəyə buraxılmamağa. Yaxşı, əgər pilotun lisenziyası yoxdursa, şirkəti cərimələyin də. Niyə mən pay haqqını 100% ödəmişəmsə, tikinti şirkətinin binanı təhvil verə bilməməsi mənim problemim olmalıdır. Niyə çıxarış ala bilmirəm? sizin gətirdiyiniz o təyyarə analogiyası əslində vəziyyəti çox gözəl izah edir. Əgər bunu daha böyük mənzərə ilə əlaqələndirsək, sualı özünüzə verin. Əgər pilotun lisenziyası yoxdursa, siz o təyyarəyə minmək istəyərdiniz? Yox, təbii ki, istəməzdim. Məhz. Dövlət də eyni məntiqlə çıxış edir. Əgər o binaya istismar aktı verilməyibsə, deməli o bina yaşamaq üçün təhlükəsiz deyil. Bəlkə seismik davamlılığı yoxdur, yanğın çıxışları standartlara cavab vermir. Dövlət deyir ki, mən hələ yoxlanılmamış, bəlkə də çökmə təhlükəsi olan bir obyekti rəsmi olaraq dövriyyəyə buraxa bilmərəm. Yəni, dövlət sizi, vətəndaşı qoruyur. İstismara qəbulu aktı sizin təhlükəsizliyiniz üçündür. O nöqteyi nəzərdən heç düşünməmişdim. Yəni, çıxarış sadəcə bu mənimdir, deyən qəbz deyil, həm də bu ev təhlükəsizdir, zəmanətidir. Yaxşı, bunu anladım. Bu yeni binalara aiddir. Bəs gəlin tamamilə başqa bir səhifəyə keçək. Sovet dövründən qalan və ya dövlətin sosial kirayə əsasında verdiyi mənzillər. Orada qaydalar tamamilə fərqlidir axı. 1993-cü il özəlləşdirmə qanunu, həmçinin 2009-cu il mənzil məcəlləsi ilə tənzimlənir. Anar bəyin məqaləsində burada ən vacib nöqtə odur ki, özəlləşdirmədə mülkiyyət fərdi yox, kollektiv hüquqdur. Kollektiv, yəni necə? Yəni 2 nömrəli forma və ya forma 2 dediyimiz bir sənəd var. Onu Mənzil İstismar Təşkilatı verir. O sənəddə mənzildə kimlərin qeydiyyatda olduğu göstərilir. Qanun deyir ki, mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş bütün şəxslərin notarial qaydada razılığı mütləqdir. İstisnasız. Wait, really? Hamısının? Bəli, hamısının. Hətta müvəqqəti olaraq başqa yerdə olanlar, məsələn, hərbi xidmətdə, xaricdə təhsildə, xəstəxanada müalicədə olanlar da bura daxildir. Razılıq yoxdursa, şəxs kirayəçidən mülkiyyətçiyə çevrilə bilməz. Bir saniyə. Deməli, mənim qardaşım 3 ildir Almaniyada oxuyur deyə, mən ailə evimizi özəlləşdirmək üçün onu tapıb notarius fırlatmalıyam. Bu dərəcədə qəlis olmalıdır. Bu, çox vacib bir sual doğurur əslində. Amma baxın, dövlət burada seçim edir. Sürətli əməliyyat, yoxsa sosial təhlükəsizlik? Dövlət ikincini seçir. Təsəvvür edin ki, sizin qardaşınız təhsilini bitirib qayıdır və görür ki, evi satmısınız. O faktiki olaraq evsiz qalır. Aha. Bu norma məhz kollektiv hüquqları qoruyur. Dövlət heç bir ailə üzvünün gizlicə evsiz qoyulmamasını üstün tutur. Ona görə o forma 2 sənədi çox həlledicidir. Çox məntiqlidir əslində. Zəhlətökən görünə bilər, amma arxasında böyük bir qoruma mexanizmi var. Yaxşı, bəs mənzillərdən çıxıb öz torpağımızda fərdi ev tikmək istəsək necə olacaq? Araşdırmada tarix çox qabardılır, xüsusən də 2013-cü il. 2013-cü il bir dönüş nöqtəsidir. 1 yanvar 2013-cü ilədək, yəni Şəhərsalma Məcəlləsi qüvvəyə minənədək tikilmiş evlər üçün rejim çox sadədir. Hüquqda belə bir prinsip var. Tikili torpağın taleyini izləyir. Əgər torpaq şəxsi mülkiyyətdədirsə, yalnız torpağın kupçası kifayətdir. Nə gözəl. Bəli, hündürlüyü 12 metrədəki olan evlər üçün əlavə heç nə lazım deyildi.
Əgər torpaq dövlətin və ya bələdiyyəsinindirsə, istifadə sənədi və evin layihəsi, yəni istismar aktı lazımdır. Amma 2013-cü ildən sonra vəziyyət ciddiləşir. Yəni 2013-dən əvvəl vəhşi qərb kimi idi. Kim harda gəldi tikirdi. 2013-dən sonra isə qapalı, mühafizə olunan şəhərci oldu. Tamamilə 2013-dən sonra iki növ prosedur var. Birincisi, tikintisinə icazə tələb olunan böyük obyektlər. İkincisi isə əksər fərdi evlər üçün keçərli olan məlumatlandırma icraatı. Məlumatlandırma icraatı. Bu barədə oxumuşdum sənəddə. Orada sükut razılığı deyilən bir şey var. O çox maraqlı bir mexanizmdir. Yəni, mən layihəni təqdim edirəm, poçta göndərirəm. Əgər dövlət orqanı müəyyən müddətə mənə etiraz etmirsə, mənə hə deməsə də, sadəcə susursa, bu hüquqi cəhətdən tikə bilərsən deməkdir. Belə işləyir doğrudan. Dəqiq belə işləyir. Bu, vətəndaşı bürokratik ləngimələrdən necə xilas edir təsəvvür edə bilməzsiniz. Sükut razılığı, yəni silent consent prinsipi məmurun işi yubatma ehtimalını ortadan qaldırır, susursa deməli razıdır, tikinti bitdikdən sonra məlumat verirsiniz və çıxarışınızı alırsınız. Yeri gəlmişkən bağ evləri üçün də xüsusi qayda var. Hansı doğru? 2015-ci il tarixli 439 nömrəli fərman, orada torpaq sərəncamı, təhkim aktı və ən əsası mütləq şəkildə evin sxemi, plan ölçüsü reyestrə daxil edilməlidir. Qonşu ilə sərhəd davaları olmasın deyə. O davalar onsuz da bitməz. Yaxşı ki, bunu sxemlə həll edirlər. Yaxşı, ev tikmək üçün torpaq lazımdır və əgər o torpağı bələdiyyədən alırsınızsa, Anar Məmmədovun sənədində qarşımıza başqa bir tarixi sədd çıxır. 2008-ci il. Dəli, o il tam bir su ayrıcıdır. Nə mənada? Deməli, 1 dekabr 2007-ci ilə qədər bələdiyyə qərarı və sadə alqı-satqı müqaviləsi bəs edirdi. Gedirdiniz, pulu verib torpağı alırdınız. Amma 2007-nin dekabrından sonra qanuna 6.2-ci maddə əlavə edildi. O vaxtdan bələdiyyə torpaqları yalnız hərrac və ya müsabiqə yolu ilə verilə bilər. Yalnız hərrac. Bəli, məqsəd aydındır, rəqabəti təmin etmək və korrupsiyanın qarşısını almaq. Əgər siz 2008-ci ildə hərrac protokolu olmadan sadəcə bələdiyyə sərəncamı almısınızsa, o hüquqi qüvvəyə malik deyil və reyestr sizə çıxarış verməyəcək. Ən çox rast gəlinən imtina səbəbi elə budur. Kağız parçasından başqa bir şey deyil. Ağrılıdır, hə. Amma bu, korrupsiya ilə mübarizə üçün zəruri bir hüquqi reallıqdır. Qanun geriyə oxunmur, bu düzdür. Lakin qaydaların pozulmasına da göz yumula bilməz axı. Əgər göz yumulsa, qanunun aliliyi itər. Aydındır. Yaxşı, bütün qaydaları, bu çətin tarixləri bildikdən sonra gəlin praktiki tərəfə baxaq. Fiziki olaraq bu proses nə qədər vaxt aparır və xərci nə qədərdir? İlkin qeydiyyat standart olaraq 10-15 iş günü çəkir. Əgər tələsirsinizsə, əlavə ödənişlə bunu sürətləndirmək də mümkündür. Və bir maraqlı detal da var, indi texniki sənədlər də rəqəmsallaşıb. Aha. Əgər portalda sizin evinizin otaq sayında, divar materialında və ya tikilmə ilində texniki bir səhv aşkar olunarsa, heç bir dövlət rüsumu ödənilmədən 3 iş günü ərzində o səhv düzəldilir. Xərclər isə dövlət rüsumu haqqında qanunla və Tarif Şurası tərəfindən müəyyən edilir. Nə sualınız olsa, 195-13 çağrı mərkəzi aktivdir. Yəni, bu sanki texnologiya mağazasının qarantiyası kimidir. Əgər sistem sənin evinin kərpicdən deyil, taxtadan olduğunu yazıbsa, gedirsən 3 günə pulsuz düzəldirlər. Əla xidmətdir. Tamamilə. Bizi xülasə edək. Biz vəkil Anar Məmmədovun sənədlərinə əsaslanaraq əmlak reyestrindəki rəqəmsal inqilabı təhlil etdik, MTK-lardakı ümumi yığıncaq və pay haqqı şərtlərini anladıq, özəlləşdirmədə o forma 2 ilə bağlı ailə razılıqlarının niyə bu qədər vacib olduğunu öyrəndik, fərdi evlər üçün 2013-cü il tələblərini, o möhtəşəm sükut razılığı konseptini müzakirə etdik və bələdiyyə torpaqlarındakı 2007-ci il hərrac qaydalarını incələdik. Elektron hökumət şəffaflıq gətirərək fırıldaqçılığı, necə deyərlər, sıfıra indirib, bütün bunlar sizin qurduğunuz həyatı və əmlakınızı qorumaq üçündür. Düzdür. Vətəndaş olaraq bu qaydaları bilmək böyük bir gücdür. Qətiyyən. Və bilirsiniz, bu mənbənin lap sonunda mənim diqqətimi çəkən çox maraqlı, hətta biraz təxribatçı bir hissə var idi. Orada qeyd olunur ki, sistem gələcəkdə süni intellekt və blockchain texnologiyaları ilə təkmilləşdirilə bilər. Maraqlı perspektivdir. Hə, gəlin bir anlıq bunu düşünək. Əgər gələcəkdə blockchain texnologiyası vasitəsilə siz pulu ödədiyiniz an
yəni saniyənin 1/10 qədər vaxtda ev avtomatik sizin adınıza keçəcəksə və bu şəbəkə qırılmaz olacaqsa, bəlkə də 20 ildən sonra dövlət reyestrinə və ya hüquqşünaslara ümumiyyətlə ehtiyac qalmayacaq. Ağıllı müqavilələr, yəni smart contracts, məmurları tamamilə əvəz edə bilərmi? Çox dərin sualdır. Bəli, bunun üzərində mütləq düşünməyə dəyər. Əziz dinləyici, bizimlə olduğunuz üçün təşəkkürlər. Gələn araşdırmamızda görüşənədək. Hələlik.